Rusya'da öldürürler. Buna göre ne diyebilirsiniz? Dede. Hə, mənim müəllimlərimdən biri Əhməd Cəfərzadə, böyük alim, böyük filosofun bir sözü var, onu mənə tövsiyə eləyib. Bir gün mənə dedi ki, niyə evlənmirsən? Dedim, hələ axtarıram. Dedi, bir tövsiyə eləyim sənə. Evlənəndə erməni qızı alma. Çünki ermənilər Türkün düşmanıdır, biz də Türkük. Bir də dedi, Yahudi qızı alma, Cuhud qızı alma. Cuhud dedi, müsəlmanın düşmənidir, biz də müsəlman ol. Bir də dedi, nə badə Rus qızı alasan, ha. Urus dedi, bəşəriyyətin düşmənidir. Biz də bəşərik dedik.